17-ci suala baxırıq. Deməli, bizə XH-P2O7 birləşməsi verilibdir və deyir, X metalı sabit vahilidir. Biz əvvəlcə fikirləşirik ki, P2O7 qalığı hansı turşuya oxşuyur? H4, P2O7. Yəni, pirofosfat turşusuna. Pirofosfat turşusunun qalığıdır. Pirofosfat turşusu 4 əsaslıdır. Biz isə burada 1 ədəd hidrogen atomu görürük. Deməli, 4 ədəd hidrogenin 3-ü X metalı ilə əvəz olunub, 1 ədəd hidrogen qalıb və bu turş duzdur. Deməli, həmin bu sabit valentli X metalı alüminiumdur. Çünki 4 ədəd hidrogenin 3-ü əvəz olunub, 1-i qalıbsa, deməli 3 vahilidir. Və alüminiumu tapdıq, yəni X metalı alüminiumdur. X metalının fosfit turşusu ilə əmələ gətirdiyi normal duzda cəmi neçə mol atom var? Biz deməli, əvvəlcə fosfit turşusunun formulunu yazaq. Fosfit turşusu istisna turşulardandır. H3PO3. 2 əsaslı turşudur. Demək, biz dedik ki, normal duz deyir. Biz X-i aldıq alüminium. 2 əsaslı turşu olduğundan normal duz əmələ gətirmək üçün maksimum 2 hidrogen atomu əvəz oluna bilər. Ona görə formul əmələ gələr alüminium. 2 hidrogen atomu əvəz olunursa 1-i qalır. 2 əsaslı olduğuna görə 2 valentlidir. HPO3 2 valentlidirsə özünün valentliyi alüminium indeksinə, alüminiumun da valentliyi fosfit turşusunun qalığının indeksinə yazılır. Və bizə deyir ki, cəmi neçə mol atom var? Alüminium 2 ədəd, mötərizənin çölündəki rəqəmlər, yəni xaricindəki rəqəmlər, mötərizənin daxilində yerləşən elementlərin bir-bir indekslərinə vurulur. Yəni, 2 ədəd alüminium var, üstəgəl. 3 ədəd hidrogen var, üstəgəl. 3 ədəd fosfor var, üstəgəl. 9 ədəd oksigen var. Və cəmi eləyir 5, 12 də burada, 17 atom. Biz həmçinin turşuların quruluşun yazılmasını bilməliyik. Pirofosfat turşusundan başlayaq. 4 əsaslıdır. 2 ədəd hidrogen sol tərəfdə oksigenlə birləşir. Həmin oksigenlər fosfora birləşir. Fosfor növbəti oksigen ilə digər fosfora birləşir. Yenidən oksigenlərə birləşirlər və sağda da 2 ədəd hidrogen. Fosfor bütün turşularında 5 valentli olduğuna görə bütün fosforlar turşularından 5 xət gəlməlidir. Yəni, xətlər valentliyi bildirir. Biz gördüyümüz kimi 4 ədəd hidrogen atomu var, 2 ədəd fosfor atomu var, amma 7 ədəd oksigen atomu yoxdur. 2, 3, ikisi də burada 5-dir. Deməli, digər oksigenlər 2 qat valentliklə, çünki 2 valentlidir, demək fosfora birləşir və burada fosfor 5 valentli olur. Fosfit turşusunda yazaq. 2 əsaslı olduğuna görə 2 hidrogen atomu oksigen vasitəsilə fosfora birləşir. Demək, digər oksigen özü birləşir və
bir ədəddə hidrogen atomu oksigensiz birbaşa fosfor atomuna birləşirlər. Turşunun əsaslılığı oradan bilinir ki, neçə hidrogen atomu oksigen atomu vasitəsilə mərkəzi atoma birləşirsə, turşunun əsaslılığı elə sayılır. Yəni, mütləq oksigen vasitəsilə birləşməlidir mərkəzi atoma. Onda hidrogenin sayını o qədər götürürlər əsaslılığına görə. Amma birbaşa birləşirsə oksigensiz, onu əsaslılıqdan saymırlar. Yəni, bu dediyimiz qayda oksigenli turşulara aiddir.